Özelləşdirmə çekləri qanunla 40 min manat əmlak dəyərindədir. Diqqətlə qulaq asın. Sizə bu barədə təzə xəbərlərimiz var. Dostlar, özəlləşdirmə çekləri olan bəzi vətəndaşların deputatlara olan müraciəti, şikayəti öz bəhrəsini verməyə başlayıb. Belə ki, vətəndaşların şikayətinə cavab olaraq artıq ondan çox deputat mətbuat vasitəsilə xalqa dəstək verib, hökumətə çağırışlar ediblər. Dostlar, bu məlumatları bütün qohum və dostlarınıza göndərin. Facebookda paylaşın. Hamı bilsin ki, öz əmlak payını tələb edənlərin və şikayət edənlərin sayı artsın. Dostlar, deputat Zahid Oruç deyib ki, Milli Məclisin payız sessiyası yeni başlayıb. Bu məsələ ilə bağlı fürsət düşən kimi fikirlərimi səsləndirəcəm. Dövlətin ali rəhbərliyinə çağırış edəcəm. Çünki həqiqətən də özəlləşdirmə çekləri ilə bağlı problem qalmaqdadır və burada insan hüquqları pozulmaqda davam edir. Hesab edirəm ki, bu məsələ bir dəfəlik həllini tapmalıdır. Deputat Fazil Mustafa deyib ki, əllərində qiymətli kağızları, yəni çekləri qalmış insanların problemləri ilə tanışam. Onlar hüquqlarının pozulması iddialarında qanunla haqlıdırlar. Görünən odur ki, bu problemin həllində maraqlı olmayanlar var. Çox yaxşı olardı ki, çeklər problemi tezliklə aradan qaldırılsın. İnsanların pozulan hüquqları bərpa olunsun. Bunun da yolu var. Hesab edirəm ki, məsələyə bir dəfəlik nöqtə qoyulması üçün müvafiq komissiya yaradılmalıdır. O komissiya tez bir zamanda araşdırma aparmalı, çeklər məsələsi ilə bağlı təkliflərini hazırlamalı və dövlətə təqdim etməlidir. Müvafiq qərarla problemə nöqtə qoyulmalıdır. Deputat Aqil Abbas deyib ki, haqlı olaraq vətəndaş deyir ki, Ulu Öndər tərəfindən verilən, üzərində müddət qoyulmayan qiymətli kağız qiymətsiz ola bilərmi? Ona görə də düşünürəm ki, hökumət bu məsələyə bir əncam çəkməlidir, insanımızın pozulan hüququ bərpa olunmalıdır. Deputat Vüqar Bayramov deyib ki, dövriyyəyə buraxılmış çeklərin 80% istifadə olunub, 20% isə istifadə olunmayıb. Necə deyərlər, çeklər əllərdə qalıb. Bu isə həmin 20% insanın bir növ hüquqlarının pozulmasıdır. Mövcud qanunlara görə bütün özəlləşdiriləcək dövlət əmlakının 65%-i özəlləşdirmə payı sahibləri olan vətəndaşlara məxsusdur. Amma bundan indi əlində çek olan vətəndaşlar yararlana bilmirlər. Təklif edirəm ki, özəlləşdirmə paylarının yenidən istifadəsi ilə bağlı hökumət tərəfindən müəyyən mexanizmlər işlənib hazırlansın. Praktikada həyata keçirilsin. Gələn ilin dövlət büdcəsi müzakirələrində fürsət yaranarsa, problemi bir daha gündəmə gətirməyə çalışacağım. Ümid edirəm ki, hüququ pozulan insanların haqqı özlərinə qaytarılacaq. Deputat Razin Nurullayev deyib ki, vətəndaşların hüquqları pozulub. Hazırda milyon yarımdan çox özəlləşdirmə çekləri vətəndaşlarda qalmaqdadır. Uzun illərdir ki, vətəndaşlar bu çeklərin nə vaxtsa yenidən istifadə edə biləcəklərinə ümid edirlər. Bu fikirlərində haqlıdırlar. Çünki özəlləşdirmə paylarının üzərində istifadə müddəti yoxdur. Əgər vətəndaş ondan istifadə edə bilməyibsə, o zaman bundan istifadə hüququ var. Dövlət özəlləşdirmə çekləri sahəsində vətəndaşlar qarşısında olan borcunu yerinə yetirə bilməyib və biz bunu boynumuza almalıyıq. Qarşıdakı iclaslarda imkan düşdüyü halda özəlləşdirmə çekləri məsələsini yenidən parlament tribunasında səsləndirəcəm. Bilirsiniz, bu məsələ bir dəfəlik həll olunmalıdır, deyərək Razi Nurullayev vurğulayıb. Deputat Azər Bayramov deyib ki, bugün də hesab edirəm ki, əllərində yararlama bilmədikləri vauçerlərə qalan vətəndaşların haqlarının bərpasına ehtiyac var. Aidiyyəti qurumların vətəndaşın xeyrinə qərar verəcəyinə inanıram. Yenə də lazımi qurumlara müraciət edirəm ki, vətəndaşlarımızı narazı salan bu problemin həlli ilə bağlı addım atılsın. Deputat Məlahət İbrahim qızı deyib ki, nəzərə almaq lazımdır ki, bu çeklər dövlətin qiymətli kağızıdır. Dövlətin qiymətli kağızı isə qiymətsiz, adi kağız parçasına dönməməlidir. Əlbəttə, aidiyyəti qurumlar bu məsələyə biganə qalmamalıdır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ədalətli dövlətdə yaşayırıq. Ölkə başçımız hər bir vətəndaşın probleminin həllinə diqqət göstərir. İnanıram ki, bu məsələ də müsbət həllini tapacaq. Milli Məclisə müraciət olunubsa, məsələyə baxılacaq. Çünki Milli Məclis rəhbərliyi də, deputatlarımız da, aidiyyəti komitələr də müraciətlərə həssas yanaşırlar, deyə vurğulayıb. Deputat Arzuxan Əlizadə deyib ki, hüquqşünasların rəylərinə əsasən deyə bilərəm ki, vətəndaşlar haqlıdırlar. Zamanında bu çeklər vətəndaşlara ona görə verildi ki, özəlləşdirmədə yaxından iştirak edə bilsinlər. Amma bu proses bir qədər fərqli icra olundu. Səbəb və nəticələr barədə uzun-uzadı danışmaq olar. Amma indiki reallıqda fakt budur ki,
Dövlətin verdiyi qiymətli kağızlardan istifadə edə bilməyənlər var və bundan istifadə onların haqqıdır. Dövlət də həm öz qiymətli kağızına, həm də qiymətli kağızından yaralana bilməyən vətəndaşlarına sahib çıxmalıdır. Görünən odur ki, məsələnin həll olunmasını istəməyən qüvvələr var. Amma vətəndaşın narazılığına baxmaq, hüququnu bərpa etmək lazımdır ki, vətəndaş da dövlətinin ədalətinə inansın. Milli Məclisdə bu məsələ ilə bağlı dinləmə də təşkil etmək olar. Deputat Asim Mollazadə deyib ki, minlərlə insan hüquqsuz duruma düşüb. Qanunlara zidd olaraq qiymətli kağızları da qiymətsiz kağız parçasına çevrilib. Düşünürəm ki, bu məsələyə yenidən qayıtmaq, problemi kökündən həll etmək mümkündür. Dövlət qurumlarının bununla bağlı qərar verməsi vacibdir. Deputatları vətəndaşın hüququnun bərpa olunması istiqamətində addım atmasına çağırıram. Deputat Elşad Musayev deyib ki, çek məsələsində vətəndaşların pozulan hüquqlarının bərpası mütləqdir. Özəlləşdirmə prosesində çox ciddi nöqsanlar yaşanıb, korrupsiya halları olub. Dövlətin ona verdiyi qiymətli kağızı əlində qiymətsiz hala düşən insanlarımızın şikayətinə həssaslıqla yanaşılmalıdır. Onlar haqlı olaraq bu özəlləşdirmə payından istifadə hüququnun bərpasını istəyirlər. Hesab edirəm ki, hökumət insanların hüquqlarını bərpa etməlidir. Hesab edirəm ki, insanların hüquqlarının bərpası lazımdır. Əgər Milli Məclisə çek sahiblərinin müraciəti varsa, yəqin ki, aidiyyəti komitələrə yönləndirilib və baxılacaq. Artıq 8 aydır Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasında iş üzrə icraat aparılır. Ancaq Ali Məhkəmə inzibati işlərə baxan zaman qanunvericilikdən müddət müəyyən olunmayıb, deyərək işi uzadır. Bəs bu nə vaxta qədər davam edəcək və nə etmək lazımdır? Əziz bacılar və qardaşlar, qeyrət vaxtıdır. Öz-özünüzə kömək edin. 1, 2 və ya 10 çek olmasının fərqi yoxdur. Hər biriniz öz ailəniz adından deputatlara şikayət etməliyik. Hər bir vətəndaş öz seçki dairəsində olan deputata, hətta başqa deputatlara da şikayət edə bilər. Əgər deputat sizin şikayətə laqeyd qalarsa, bu deməkdir ki, həmin deputat Ramiz Mehdiyevin adamıdır və xalq düşmənidir. Dostlar, cənab prezident hüquqşünas deyil. Deməli, o deputat özəlləşdirmə çekləri, miras, əmlak payları ilə əlaqədar olan konstitusiya və qanunların pozulması, xalqa qarşı düşmənçilik və korrupsiya əməli törədən fərmanların hazırlanmasına cavabdeh olan Ramiz Mehdiyevi və prezident administrasiyasında birbaşa Ramiz Mehdiyevə işləyən hüquqşünasları yox, cənab prezident İlham Əliyev günahkar bilir və bu səbəbdən də susaraq Ramiz Mehdiyevə bəraət qazandırmağa çalışır. Dostlar, mətbuatda artıq Milli Məclisin sədrinə və bütün deputatlara bir çox saytlar vasitəsilə açıq müraciətlər yazılıb. Bu videonun rəy yerində onlarla tanış ola bilərsiniz. Yəni sizin yazacağınız şikayət mətbuatda artıq var. Lakin vəkillər və hüquqşünaslar məsləhət görürlər ki, ailəsində özəlləşdirmə çekləri olan bütün ölkə vətəndaşları mütləq şəkildə hamı öz ailəsi adından deputatlara və Milli Məclisin sədri Sahibə xanıma müraciət etməlidir. Seçkidə iştirak etmişsiniz və ya etməmişsiniz, bunun heç bir fərqi yoxdur. O deputat sizin deputatdır. Dostlar, ümumiyyətlə tanıdığınız bütün deputatlara şikayət edə bilərsiniz. Deputatın vəzifəsi bütün vətəndaşlara kömək etməkdir. Deputatlar hər ay azı 3 dəfə həm Bakıda, həm də rayonlarda qəbul edirlər. Dostlar, aşağıda bu videonun rəy yerində qoyulmuş 2 link var. Biri hazır şikayət formasıdır. Link biraz gec açılır, gözləyin. İkinci linkdə isə 124 deputatın qəbul günləri və köməkçiləri ilə əlaqə yaratmaq üçün telefon nömrələri var. Onlara mütləq zəng edin, qəbul günlərini öyrənin. Şikayət formasında olan müraciətdə hər şey hazırdır. Siz sadəcə əvvəlində tanıdığınız deputatın adını yazıb axırda qol çəkməlisiniz. Hər biriniz bu işdə başqasına, bir-birinizə yardımcı olmalıyıq. Dostlar, bütün hüquqşünaslar və vəkillər problemin müzakirəsinin təcil olaraq Milli Məclisə başlamasının və Milli Məclis tərəfindən komissiyanın yaradılması üçün hər bir vətəndaşın deputatlara mütləq şəkildə şikayət etməsinin vacibliyini bildirirlər. Heç bir vətəndaşın şikayəti cavabsız qala bilməz. Yorulduq, bezdik deməyin. Biz yaşlı insanlar 8 ildir əlimizdən gələn edirik ki, sizlərə kömək edək. Siz də
Öz-özünüzə kömək edin, oxuyun, yazın, haqqınızı tələb edin və mübarizə aparın. Yoxsa övladlarınız da sizə baxıb kölə kimi yaşamağa davam edəcəklər. Bunun üçün Milli Məclisdə 10 deputat deyil, bütün deputatlar xalqa dəstək verməlidir. Yəni Zahid Oruç və başqa deputatlar problemi qaldıran zaman bütün deputatlar bu problemin təcili olaraq Milli Məclisdə müzakirəsini və təcili özəlləşdirmə əmlak payları, çekləri barədə komissiyanın yaradılmasını təklif etməlidirlər. Çünki Milli Məclisin sədri Sahibə xanım həm bizim ona göndərdiyimiz şikayətlərə və müraciətlərə cavab vermir, həm də Milli Məclisdə özəlləşdirmə çekləri barədə xalqı dəstəkləyən deputatları susturmağa çalışır. Onlara hədə qorxu gəlir. Diqqət edin. Statistikaya görə özəlləşdirmə payları qalan, yaşlı nəsildən olan vətəndaşlardan hər il 1,5% dünyasını dəyişir. Özəlləşdirmə paylarını satmayıb, ümidlə saxlayan 1 milyon vətəndaşdan ildə 15 bin insan dünyasını dəyişir. Bu isə o deməkdir ki, özəlləşdirmə çeklərini satmayıb, ümidlə saxlayan 1 milyon vətəndaşlardan 2011-ci ildən sonra son 15 ildə öz halal miras əmlak payını almadan, oliqarx məmurlar tərəfindən konstitusiya və qanunların pozulması nəticəsində hüquqları tapdalanaraq ölənlərin sayı 200 mindən çoxdur. Hər ay 1250 insan, yəni deputatların və məmurların xalqın probleminə biganə qaldığı hər gün 41 insan öz haqqına çatmadan dünyasını dəyişir. Biz hamımız bunları bilməliyik. Rəydə öz xeyir duanızı yazın. Xahiş edirik, mütləq Facebookda özəlləşdirmə çekləri qrupunda paylaşın. Çoxlarının uşaqları və nəvələri bu çeklərin gələcəyə təminat verən miras əmlak payı olduğunu, əmlak dəyərinin qanunla ən azı 20 min dollar olduğunu bilmir və ucuz qiymətə qara bazar alverçilərinə satır. Dostlar, sizcə bugün Milli Məclisdə müzakirə etmək üçün bundan vacib nə ola bilər? Ancaq bəzi deputatlar heç vətəndaşları saymırlar və şikayətləri oxumaq belə istəmirlər. Bu səbəbdən onların qəbuluna gedib şikayəti birbaşa özlərinə vermək və üzlərinə oxumaq lazımdır. Ramiz Mehdiyevə cinayət işi açılması çox müsbət haldır. Ancaq məhkəmə hüquq sistemində onun köməkliyi ilə vəzifə tutanlar bugün də at oynadırlar. Dostlar, hamı bilməlidir ki, konstitusiya və qanunların pozulması nəticəsində mülkiyyət hüququndan istifadənin fərmanla məhdudlaşdırmaq və ləğv etmək korrupsiya cinayətidir. Dostlar, cənab prezident hüquqşünas deyil. Cənab prezident heç vaxt atası Ulu Öndər Heydər Əliyevin tarixi sosial-iqtisadi ədalət siyasətini, xalqa vədini pozan və korrupsiya cinayəti yaradan belə bir fərmana bilə-bilə qol çəkməzdi. Bu dövlət cinayətinin müəllifi olan Ramiz Mehdiyevin cənab prezidentin etibarından sui istifadə edərək törətdiyi ən ağır dövlət cinayətidir. Xalqa qarşı düşmənçilikdir. Yəni bugün qanunun fərmanla dayandırılması nəticəsində özəlləşdirmə çekləri olmadan dövlət əmlaklarının pulla satılması korrupsiya cinayətidir. Dostlar, hüquqşünaslar hər bir vətəndaşın bu şikayəti mütləq oxumasını və ailəsi adından öz deputatlarına verilməsini vacib sayırlar. Və bunu bütün vətəndaşların edəcəyi təqdirdə mütləq tezliklə müsbət nəticə verəcəyinə əmindirlər. Xahiş edirik, hər imkan olanda Facebookda, qruplarda paylaşın. Hamı bilsin, hər paylaşanda 50-100 adam görür. Azərbaycan Dövlət Universitetinin hüquq professoru Fərhad Mehdiyevin də dediyi kimi, əgər deputat vətəndaşın mülkiyyət hüququnun pozulmasına, əmlak payının məmurlar tərəfindən yeyilməsinə laqeyd qalırsa, deməli o deputat əclafdır. Sizin və uşaqlarınızın, gələcəyinizin və bütün xalqın düşmənidir. Deməli o deputat cənab prezidentin də düşmənidir. Çünki o fikirləşir ki, bu cinayəti Ramiz Mehdiyev yox, cənab prezident bilə-bilə edib. Sizcə cənab prezident öz atasının imzaladığı konstitusiyanı, qanunları və fərmanları bilə-bilə pozardı mı? Sizcə cənab prezident korrupsiya halı yaradan atasının xalqa vədini pozan hər hansı bir sənədə bilə-bilə qol çəkərdi mi? Biz inanırıq ki, cənab prezidentə düzgün və tam məlumat çatan kimi haqq ədalət çox tez bir zamanda öz yerini tapacaq. Bu səbəbdən xahiş edirik aktiv olun. Dostlar, əgər bütün 124 deputatın hamısı bu barədə Milli Məclisdə danışarsa, bu problemin cənab prezidentə çatması və tez bir zamanda tam həlli deməkdir. Allah heç kimin zəhmətini əvəzsiz qoymur. Bir-birinizə kömək edin. Paylaşaq, birləşək, haqqımızı birlikdə tələb edək. Dostlar, hətta bəzi deputatlar dövlət qiymətli kağız olan özəlləşdirmə çeklərinin dövriyyəsi, tədavül və tədiyyə vasitəsi nə olduğunu bilmirlər.
Dövriyyəyə buraxılma hər hansı mülkiyyət hüququ verən daşınar və ya daşınmaz əşyanın, o cümlədən qiymətli kağızların istehsal olunaraq əvəzli və ya əvəzsiz olaraq verilməsidir. Məsələn, pullar dövriyyədə tədiyyə ödəmə vasitəsidir. İstiqrazlar isə dövriyyədə tədavül vasitəsidir. Yəni, satıla və banka girov qoyula bilər. Özəlləşdirmə paylarının, çeklərinin başqa qiymətli kağızlardan üstün cəhətlərindən biri də odur ki, onlar dövriyyədə həm bütün özəlləşdirmə dövrü ödəmə tədiyyə vasitəsi olması və 3 illik tədavül vasitəsi kimi istifadə olunması birbaşa qanunla tənzimlənib. Özəlləşdirmə payları, çekləri qanunla 3 illik tədavül vasitəsi idi. Yəni, bu 3 ildə çeklər satıla və bankda girov qoyula bilərdi. Bu, ən çox investorlar və çeklərini satmaq istəyənlər üçün maraqlı idi. Diqqət edin, ancaq özəlləşdirmə çeklərini satmayan vətəndaşlar və investorlar üçün qanunla özəlləşdiriləcək orta və iri müəssisələrin 65%-nin dəyərinin ödənilməsi zamanı çeklər bütün özəlləşdirmə dövründə müddətsiz olaraq ödəmə tədiyyə vasitəsi idi. Özəlləşdirmə qanunlarının icrası üçün Heydər Əliyevin imzaladığı və bugün də qüvvədə olan özəlləşdirmə payları, çekləri haqqında əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə ödəmə vasitəsi kimi çeklərin qəbulundan imtina etmək qəti qadağan olunub. Yəni, tədavül vasitəsi kimi çeklərin dövriyyədə istifadəsi qanunla dayandırıla bilər. Ancaq qanun bu halda özəlləşdirmə paylarının yenə də dövriyyədə qalmasını və ödəmə tədavül vasitəsi kimi bütün özəlləşdirmə dövrü üçün istifadəsini birbaşa tənzimləyib. Bugün qüvvədə olan özəlləşdirmə qanunu 10-cu maddəsi və bugün də qüvvədə olan 450 nömrəli fərmanla təsdiqlənmiş özəlləşdirmə çekləri haqqında əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə ödəmə vasitəsi kimi çeklərin qəbulundan imtina etmək qəti qadağan olunub. Eyni zamanda 1993-cü il 445 nömrəli qanunun 19-cu maddəsi ilə imperativ qayda olaraq özəlləşdirmə zamanı istifadə olunmayan özəlləşdirmə payları qanunla ancaq və ancaq dövlət tərəfindən yaradılacaq investisiya fondlarına qoyularaq dövriyyədən çıxarıla bilər. Dostlar, hüquqşünas alimlərin də dediyi kimi, bugün mülkiyyət hüququ ilə bağlı konstitusiya, qanunlar və beynəlxalq insan hüquqları çox kobud şəkildə pozulmuşdur. Hər bir vətəndaş bilməlidir ki, bugün qüvvədə olan özəlləşdirmə qanununun 10-cu maddəsi ilə dövlət əmlakının özəlləşdirilməsi zamanı ödəmə vasitəsi Azərbaycan Respublikasının tədiyyə vasitəsi, manat və qanunvericiliklə ilə müəyyən edilmiş qaydada dövlət özəlləşdirmə payları, çekləri hesab olunur. Diqqət edin, konstitusiya və qanunlara əsasən əmlakin fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olmayaraq, əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Yəni, Ramiz Mehdiyevin hazırladığı və prezidentin etibarından sui-istifadə edərək, xaincəsinə aldadaraq imzalatdığı fərmanla özəlləşdirmə çeklərindən ödəmə tədiyyə vasitəsi kimi istifadəsi nə məhdudlaşdırıla bilər və nə də dayandırıla bilər. Bu hal qanunvericilikdə korrupsiya cinayəti sayılır. Paylaşaq, birləşək, haqqımızı birlikdə tələb edək. Diqqətinizə görə təşəkkür edirəm.